Salam əziz dostlar. Bugün 26 fevral Xocalı soyqırımının il dönümüdür. Ve biz hal-hazırda Prezident kitabxanasındayıq ve bugünlerde Prezident kitabxanasında dünyaca tanınmış fotoğraf Rıza Diqqətinin sergisi geçirilir. Foto sergisi geçirilir. Ve Xocalı faciası bu fotolarda bir daha canlanır. Gözümüzün önünde bu müsibətləri bir daha Rıza Diqqətinin çektiği şekillerde yaşayırıq. Hem söhbətimiz Prezident Kitabxanasının direktor müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa'dır. Buyurun Nazim müəllim. Bugün Prezident Kitabxanasında bizim görkəmli Azərbaycanlı, bizim dünya Azərbaycanlılarının səsini dünyaya çatdıran məşhur fotoğraf Rıza Diqqətinin foto sərgisi açılıb Prezident Kitabxanasında. Ayın 3-dən bir həftəlik sərgi təşkil olunub. Bu sərgidə Rıza Diqqətinin 30 əsəri, hansı ki o qanlı günlərdə, Xocalı soyqırımının qanlı günlərində bu Xocalılarla bir yerdə olmuş, Ağdamda bu şəkilləri bir çəkmiş, bunlar dünyaya yayılmış, hətta bunu dünyanın bir çox ölkələrində bu sərgisini təşkil etmiş, hətta erməni lobbisinin ən güclü olduğu Fransada, Parisdə bu sərgiləri təşkil edib və buna qarşı hətta Rıza Diqqətiyə qarşı cinayətçi qaldırmaq istəmişlər ermənilər. O sübut eləmişdi ki, bu şəkillərin hər biri canlı tarixdir, bunları gizlətmək mümkün deyil və təkcə bu Rıza Diqqəti ilə deyil, ondan başqa digər fotoğraflarda, digər məsələn Pribaltikadan İvlevanın çəkdiyi, Xocalının özündən çəkdiyi şəkillər var, fotolar var ki, bu qırğınları göstərir. Bu Xocalı soyqırımı bizim tariximizin ən qanlı səhifələrindən biridir. Lakin əslində qalanda bu Xocalı soyqırımı bizim tariximizdə 20-ci əsrdə 3-cü dəfə idi baş verir. Birinci dəfə Xocalı soyqırımı, yəni Xocalıda kütləvi qırımlar 1905-ci il avqustun 20-sində oldu. Ermənilər o zaman 1905-6-cı ildə qırımlar zamanı avqustun 23-də Xocalıya hücum eləmişlər, Xocalıyı yer üzündən silmək istəmişlər. Və hətta bununla bağlı bir erməni müəllifi var. Adı deməli Hovanistler Martirosen, deməli o ADO imzası ilə bu 1905-6-cı illərdə Qafqaza erməni-türk toqquşmaları kitabını yazıb. Ermənicə bu kitab 1907-ci ildə İrəvanda çap olundu. Və orada yazır ki, həmin erməni müəllifi yazır ki, 1905-ci il avqustun 23-də ermənilər Xocalıya hücum elədilər. Və deyir ki, Xocalıya hücumun da səbəbini deyir. Deyir ki, Xocalı çox belə həm strateji mövqeyinə görə, eyni zamanda deyir ki, Xocalıda çoxlu ziyalılar vardır, imkanlı adamlar vardır. Xocalı, hətta o Xocalı adını Xocalılı kimi yazır. Xocalısı çox olan, Xocalılı o cür təfəssür. Və deyir, ermənilər deyir, bunu deyir, o yer üzərindən sildilər ki, Xocalılar bir oraya qayıtmasınlar. Və deyir, avqustun 23-də qırdılar, qovdular, ölülərini öldürdülər, qalanları qaçdılar və Xocalını yandırdılar, külə döndərdilər. Bu 1905-ci ildə olan hadisədir. Sonra isə 1918-20-ci illərdəki, 20-ci ildəki Üşüvük qoşunları ki, şimaldan ki, Azərbaycan üzərində hücuma keçmək istəyəndə, hələ yaxınlaşanda, ermənilər deməli, Əsgəranda ayağa qalxdılar. Və orada da, ikinci dəfə orada qırğınlar törətdilər. Ancaq Xocalıya bu gedən yol ki var da, Xocalının soyqırımı birə baş vermədi. Xocalı soyqırımına gedən bir uzun yol var idi. Bu yol nədən ibarət idi? Çünki 1988-ci ildə Dağlıq Qarabağda erməni istifadını baş qaldıranda, hansı ki onlar özünə başladılar, Qarabağ istifana kilidliydi o zaman, Xankəndinin özündən Azərbaycanlılar təmizlədilər, sonra başladılar ətrafdan Azərbaycan təmizləməyə. Xocalı isə Əsgəranla Xankəndi arasında bir strateji mövqe idi. Bunu aradan qaldırmaq istədilər. 1988-ci il sentyabrın 18-də mən o zaman Ermənistanda Amasərayi Partiya Komitəsində işləyirdim. Axşam televizor açıldı, başlıq gördük ki, Silva Kaputyanla Zorubaların ekrana çıxdılar. Təcili ekranı kəsilə çıxıb, dedilər ki, bugün, yəni 1988-ci il sentyabrın 18-də
Əsgərandan Xan kəndinə gedən erməni dəstəsi gedirlər. Onlarla Xocalıda bunlar toqquşublar. 2 erməni öldürülüb, 20-yə yaxın erməni yandırılıb və onlar dedilər ki, Xocalı aradan götürülməlidir. Yəni Əsgəranla Xan kəndinin arasındakı o Xocalı aradan götürülməlidir və onlar elə sanki hökmünü verdilər o gündən. Və o günlərdə də Azərbaycanda baş qarışıq idi. Təxminən 2 hakimiyyətlik var idi. İdarə olunmurdu ölkə, başına idi və Azərbaycan Xocalıya sahib çıxa bilmədi. Ermənilər isə onu günbəgün yaxınlaşdırdılar. Ətrafını təmizlədilər, o Xan kəndinin ətrafını təmizlədilər, o kəndləri qırğına törətdilər və bilirsiniz ki, 91-ci ilin artıq noyabrından Xocalı ilə canlı bağlantı kəsilmişdi. Vertolyotlarla gəlmişdi. Yanvardan isə artıq telefon əlaqəsi kəsilmişdi, rabitə əlaqəsi kəsilmişdi. Yəni Xocalı tamamilə demək ölümə məhkum edilmişdi bunlar ki. Və burada da bu ölümə məhkum edilməsi məsələsində ermənilərlə ruslar ərbil oldular. Yəni təkcə erməni qüvvələri deyildi. O zaman deməli, baxmayaraq ki, Seyir dağılmışdı, 91-ci ildə Seyir dağılmışdı. 92-ci ildə Rus qoşunları Azərbaycandan çıxmışdı. Ancaq Rusiyanın deməli 366-cı alayı gəlib oturmuşdu Xan kəndində. Yəni Azərbaycan ərazisində baxmayaraq Rus ordusu yox idi. Bunlar birgə, ermənilərlə birgə, yəni o Rus ordusunun hissəsinin tərkibində erməni komandirləri vardı, əsgərləri vardı və s. Rusun topu texnikası ilə birgə ermənilər deməli, məlum ki, fevralın 25-də 26-sına keçən Xocalıya hücum edildi. Xocalı o zaman əhalisi təxminən 7.000-ə yaxın əhalisi vardı Xocalı'nın. Və Xocalı Azərbaycan hökuməti şəhər statusu vermişdi. Orada yeni binalar salınırdı. Və orada hətta o zaman deməli, Fərqanədən gələn Axısqa türklərinin bir qismini məskunlaşdırmışdılar. Ermənistandan gələn və yersiz, yurtsuz Azərbaycanlıların bir qismini məskunlaşdırmışdılar. Və bunların heç qeydiyyatı yox idi orada. Sadəcə olaraq bugün biz deyirik ki, 613.000 Azərbaycanlı qətlə yetirilib. Əslində qalanda daha çoxdur. Çünki orada qeydiyyatçı adamlar var idi ki, onlar orada heç bir siyahıda onların adları yox idi. Sadəcə olaraq orada məhv oldular ki, heç kim onların adım familiyasını bilə bilmədi, öyrənə bilmədi. Və beləcə də bizim tariximizə bir qanlı səhifə yazılır. Və bu səhifəni də bilirsiniz ki, Ermənistanın sonraki prezidenti olmuş Seyid Sarkisyan dedi ki, biz Xocalıyı bilə-bilə buna o addım atdıq. Bizə o vaxta qədər elə bilirdilər ki, biz mülki əhaliyə qaldırmarıq. Biz bu stereotipi sındırdıq. Xocalıda stereotipi və bunu Thomas Deval o Qarabağ kitabında bunu yazıbdır. Və beləliklə ermənilər o Xocalını, yəni Əsgəranla Xan kəndinin arasındakı o Xocalı strateji mövqeyini və Xocalı aeroportunu, hansı ki, orada bizim kiçik bir dəstəmiz vardı, milis dəstəsi vardı və belə məhv edildilər və Xocalını yer üzərindən sildilər. Və ancaq Xocalının əks sədası bütün dünyaya yayıldı. Bax, Rıza Deqati kimi bizim bu fotoqrafların, digər o foto müxbirlərin, xarici müxbirlərin, ondan sonra Qırmızı Xaçın o çəkdiyi şəkillər hansılar ki, onların bir qismi burada bir nümayiş etdirilir və dünyaya yayıldı. Və ermənilərin əsl siması dünyaya bəlli oldu. Və bugün Xocalı soyqırımını dünyanın bir 15-ə yaxın ölkəsində tanınır. Müxtəlif ölkələr parlamentləri Xocalı soyqırımını tanıyırlar. Və beləliklə bu bizim Azərbaycanın tarixinin qanlı səhifəsi olan bu Xocalı soyqırımı tarixə qovuşsa da, ancaq tarixdən ibrət dərsi kimi biz bunu heç zaman unutmamalıyıq və bizim tariximizdə bu qanlı səhifə kimi yazılır. Sərgidə mən Texnik Universitetin bir qrup tələbəsini gördüm və onlar özlərinin müəllimələri, xatirə müəllimənin rəhbərliyi altında bax bu sərgiyə gəliblər. Xatirə müəllim, buyurun. Biz bir Azərbaycanlı olaraq əvvəlcədən və bir vətəndaş olaraq biz bir borc saydıq bura gəlib bu sərgidə iştirak etməyə və baxmağa. Çünki bu bizim tariximizin ən qanlı səhifələrindən birisidir və 20-ci əsrin ən qanlı soyqırımlardan birisidir. Və biz universitetdə bu faciə haqqında, soyqırımı haqqında ayrıca bir dərs keçmişik və uşaqlar çox yaxından məlumatlandırılıb, nələr olub, necə olubdur və bunu biz müzakirə etmişik. Və bu müzakirədən sonra biz bura gəldik, yəni uşaqlar hazırdılar, bunu bilirlər və bir daha bunu gözləri ilə görməyi mən uyğun saydım. İndi isə bu mənim bütün tələbələr çox aktiv müzakirə edirdilər və gəlmək istədilər. Firuzə xanım isə sizə bir neçə söz demək istəyir.
Bildiyiniz üzrə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı moto alayının iştirakı ilə Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımdır. Xocalı faciəsi. Xocalı faciəsi nəticəsində 613 Xocalı sakini öldürülmüşdür, qətl edilmişdir. Bunlardan 106 qadın, 63 uşaq olmaqla deməli 1200 bunlar həmin insanlar qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüşdür. Onlardan 25 uşaq hər iki valideyni, 130 uşaq isə valideynlərdən birini itirmişdir. Və biz heç vaxt qan yaddaşımızı, Xocalı faciəsini, ümumiyyətlə yaddaşımızı unutmamalıyıq. Və daim çalışmalıyıq ki, bu dərslərimizdə də bu fəaliyyət nəticəsində biz məlumatlanaq və daim belə bir tədbirlərdə, sərgilərdə iştirak edək.